Yekun olaraq deyə bilərik ki, investorlar texnologiya səhmləri və kriptovalyutalarda daha ehtiyatlı davranmağa başlayıblar. Davam edirik. Qlobal fond bazarında həyəcan təbili çalınır. Yaxın şərqdə gərginliyin yenidən alovlanması aparıcı indekslərin kəskin ucuzlaşmasına səbəb olub. Geosiyasi risklərin artması investorları riskli aktivlərdən, xüsusilə texnologiya və sənaye səhmlərindən qaçmağa məcbur edir. S&P və Almaniyanın DAX indeksi müvafiq olaraq 0,26 və 0,74% azalma ilə son ayların ən aşağı səviyyəsinə geriləyib. Dow Jones artım nümayiş etdirsə də, davam edən təlatüm nəticəsində texnologiya və geniş bazar nəhənglərində eniş qaçılmaz olub. Birjaların trade platformalarındakı günlük trendə də baxdıqda görmək mümkündür ki, short pozisiyalar, yəni satışlar daha çox üstünlük təşkil eləyir. İnvestorlar hətta deyək ki, hər hansısa bir sessiyanın açılma saatına dəqiqələr qalmış, gecə saatlarında da olsa belə açdığı pozisiyaları bağlayırlar və bu da həmin sessiyanın açılma anında böyük bir dalğalamalar səbəb olur ki, bu likvidasiya həmin investorun saniyələr içində milyonlarla pul vəsaitinin itirilməsinə səbəb olur. Treyderlərin fikrincə, hazırda bazarlarda fundamental iqtisadi problem yoxdur. Tamamilə psixoloji və geosiyasi qorxu hakimdir. Birjalarda qeyri-müəyyənliyin nə qədər davam edəcəyi isə hələlik bəlli deyil. Qeyd edək ki, azalma Nasdaq indeksində 0,97% olub. Asiya Sakit Okean regionunun əsas indeksi Nikkei 225-də 1,42% geriləyib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 1,41% geriləyərək qırmızı zolağa düşüb. Elnarə Həsənova, ASTV İqtisadiyyat.